Artıq Neftçinin yeni baş məşqçisinin Yuri Vernidubu olacağı dəqiqləşir. Bugün ölkə mətbuatında onunla bağlı maraqlı detallar paylaşılıb. Sportal TV Sportinfo A saytına istinadən xəbər verir ki, Ukraynalı mütəxəssis özü ilə 4 köməkçi gətirib. Onlardan biri 2 il birlikdə işlədiyi Vitali Vernidubdur. 59 yaşlı baş məşqçinin ekibində 2 yerli mütəxəssis də olacaq. Tərəflər arasında 1,5 illik müqavilə imzalanacağı iddia olunur. Bu ümumi anlaşmanın belə deyək rəsmi hissəsidir. Vernidub qarşıdakı zaman kəsiyində uğur əldə edərsə, kontraktın müddəti minimum 1 ildə uzadılacaq. Qarşısına qoyulan məqsəd isə kifayət qədər konkretdir. O, bu mövsüm Avrokuboklara vəsiqə uğrunda mübarizə aparmalıdır. Ölkə kuboku ilə vidalaşan Ağ-Qaraların qitə arenasına çıxmaq üçün bütün ümidləri məhz Premyer Liqaya qalıb. Burada isə vəziyyət narahat edicidir. Komanda 13 turdan sonra turnir cədvəlinin 8-ci pilləsində yer alır. Bakılılar cari sezonun sonunda yarışın mükafatçıları sırasına düşməsə, Verniduba gözün üstə qaşın var deyilməyəcək, çünki ondan əsas gözləntilər növbəti futbol ili ilə bağlıdır. 59 yaşlı çalışdırıcı xüsusi icazə məktubu əsasında ölkəni tərk edə bilib. Paytaxt klubu yerli dövlət qurumlarına bu məqsədlə məktub ünvanlayaraq icazə alıb. Əks halda Vernidubun yolunu yanvarın sonuna qədər gözləmək lazım olacaqdır. Bunun da maraqlı səbəbi var. Ukrayna-Rusiya müharibəsi ilə əlaqədar olaraq 60 yaşadək kişilərin ölkədən çıxışına qadağa qoyulub. Bu ilin yanvarından bəri heç bir yerdə çalışmayan, hətta bir müddət ordu sıralarına qoşulan və artilleriya diviziyasında döyüşən Vernidubun 60 yaşı növbəti il yanvarın 22-sində tamam olur.